Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bugün artıq Səfəvi dövlətinin 18-ci əsr tarixinə baxırıq. Səfəvi 18-ci əsr. Yəni artıq bu Səfəvi dövlətinin son dərsidir. Bununla da bitir. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində artıq Səfəvi dövləti dərin həm iqtisadi və siyasi böhrana daxil olmuşdu. Bunun səbəbləri var idi. Deməli, iqtisadi səbəblər öz iki hissədən ibarətdir. Daxili və xarici iqtisadi səbəblər. Daxili və xarici iqtisadi səbəblər. Bunlar hansılardır? Ölkədə pul böhranı baş verib. Pul böhranı var və bunlarda artıq həmin pullarda xaricdən metallar lazımdır və bunu da xaricdən gətirirdilər. Sonra bildiyimiz kimi çoxlu sayda Səfəvi Osmanlı müharibələri baş verdi və bu müharibələrin də baş verməsi ölkədə su təchizatına mənfi təsir göstərdi. Kanallarda, kəhrezlərə böyük ziyanlar dəymişdi. Həmçində ölkə iqtisadiyyatı da müharibələr səbəbindən tənəzzülə doğru gedirdi, şəhər iqtisadiyyatı. Və ona görə də artıq insanlar şəhərləri tərk etməyə başlamışlar. Bu daxili, indi isə xaricilərə baxaq. Bildiyimiz kimi artıq 17-ci əsrdən 16-17-ci əsrlərdən böyük coğrafi kəşflər baş verdi. Artıq 17-ci əsrdən dünya okeanlarına tam hakim olandan sonra Avropa ölkələri və Avropadan şərqdən Avropaya, yəni Asiyadan Avropaya gedən ticarət yolu olan Böyük İpək yolu artıq əhəmiyyətini yitirirdi. Yadınıza salırıq, eradan əvvəl 2-ci əsrdə Xan sülaləsi tərəfindən Böyük Çin səddi inşa olunmuşdu. Ta ki bizim İran 17-ci əsrinə qədər bu Çin səddi fəaliyyət göstərmişdir. Düz 19 əsr. Artıq bundan sonra İpək yolu öz əhəmiyyətini itirməyə başlayır. İpəyin ixracı aşağı düşməyə başlayır. Ölkədə artıq saxta pullar, bunlara qərb pullar deyirik, saxta pullar ortaya çıxmağa başlayır və bu da ticarətin mənfi təsir göstərir. Həmçinin də artıq Avropa ölkələrində ucuz xammal məhsulları əmələ gəlir. Necə? Çünki Avropalıların artıq çoxlu sayda müstəmləkələri var. Müstəmləkələrdən xam məhsulları gətirirdilər, öz ölkələrində istehsal edirdilər. Və bu da artıq həmin məhsullar Avropa ölkələrinə, yəni demək olar ki, çox ucuza gəlirdi. Ona görə də artıq özləri istehsal edirdilər. Yəni xaricdən də bir də məhsul almağa ehtiyac qalmırdı. Ona görə də artıq Avropalılar da Səfəvi dövlətindən məhsul almırdılar. Bir də bunun siyasi səbəbləri var. Ölkədə dövlət idarəçiliyində böhranlar var idi. Ölkədə rüşvətxorluq, fırıldaqçılıq baş alıb gedirdi, mülki bürokratiyalar mövcud olmuşdur. Və Şah Sultan Hüseyn 1694-1722-ci illərdə hakimiyyətdə olmuşdur. O da bunların ata-baba yurdu olan Ərdəbildə olan yəni məqbərələrdir, qəbirlərdir. Onların hamısını, yəni içində qızıl falan olurdu. Onları məqbərələri olan qızıllar, qiymətli əşyaları alırdılar, onları əridirdilər, pul istehsal edirdilər. Lakin bunun da bir mənası olmur. Çünki pul dövriyyədə olan zaman yəni artım ola bilir. Yəni dövriyyədə olmayandan sonra bunların bir əhəmiyyəti olmur. Və bir də ki 1699-1702-ci ildə əhalinin siyahıya alınması var. Bu siyahıya alınma nəticəsində də vergilərin miqdarı artırılır. Əlbəttə ki, bu iki islahatda həyata keçirilir, lakin bunların heç bir əhəmiyyəti olmur. Yəni bunlar sadəcə pis təsir göstərir. 18-ci əsrin əvvəllərində əhalinin vəziyyəti daha da ağırlaşır. Şah hakimiyyəti həm də feodal hakimlərinə qarşı üsyanlar baş verir. Dediyimiz kimi ölkədə dərin böhranlar keçirir. Həmçinin də artıq məhsulun istehsalı da azalmışdı. Buna görə də ölkədə üsyanlar baş verir. Bunlardan birincisi 1707-ci ildə Çar Balakən üsyanı. Çar Balakən üsyanı baş verir. Bu üsyanlar nəticəsində niyə baş verir? Dedik, böhranlar baş verir və
Şirvan bəylərbəyliğinin Carlar yuxarıda şimal sərhədlərini qoruyurdular və bu qoruduqlarına görə də bunlara maaşlar təyin olunurdu. Lakin bu maaşlar kəsiləndən sonra, yəni maaşlar kəsiləndən sonra üsyana səbəb olur, əhali narazılıq eləyir. Üsyançılar ondan sonra Şamaxıya hücum eləyirlər. Burada Şirvan bəylərbəyi olan Həsən Əli öldürülür və yeni bəylərbəy bura təyin edir Şah Sultan Hüseyn. Ondan sonra artıq bir də 1709-cu ildə Əfqan qəbilələri Qəndahara hücum edirlər və Qəndaharı ələ keçirirlər. Kimlər? Əfqanlar. Əfqanlar Qəndaharı ələ keçirirlər və bununla da Səfəvi sülaləsi sarsılır və əhalinin narazı kütlələr daha da artmağa başlayır. 1707-də birinci Çar Balakən, 1711-ci ildə isə ikinci dəfə Çar Balakəndə üsyan baş verir. Ondan sonra 1711-ci ildə ortaya bir Hacı Davud adında bir şəxs çıxır. Hacı Davud və bu da əsasən Məkkəyə gedib və ona görə də Hacı titulunu əldə eləmişdir. Bir də siyasi məqsədlər üçün dini amillərdən istifadə edirdi. 17-ci əsrin 18-ci əsrin 20-ci illərində Səfəvi dövləti artıq daha da pisləşir və Şirvanda ona qarşı üsyanlar baş verir. 1719-1721-ci illərdə Səfəvi əleyhinə Hacı Davudun üsyanı baş verir. O ətrafına adamlar yığır. Deməli kimdir bunlar? Qazqumluqlu Surxay xan, bir də Qaraqaytaq üsmüsü Əhməd xan. Əhməd xanı öz ətrafına yığır və 1719-cu əsrin sonlarında Hacı Davudu həbs edirlər. Qazqumluqlu Surxay xan da yüzbaşı rütbəsi alır. Amma Hacı Davud həbsdən qaça bilir və yenidən artıq başlayır öz ətrafına adamlar yığmağa. Birinci gedir Rusiyanın yanına, Rusiyadan yardım istəyir. Amma Rusiya deyir ki, mən Səfəvi ilə dostam və ona xəyanət edə bilmərəm. Ona görə də onun təklifini qəbul eləmir. Amma yəni Rusiyanın özünün planları var. Planı odur ki, onun səbəbi nədir? Çünki Ruslar istədi ki, Səfəvi dövlətinin Xəzəryanı vilayətlərini ələ keçirsin. Yəni qorxurdu ki, yəni həmin əraziləri Hacı Davudun əlinə keçər və onun işi çətinləşə bilər. Ona görə də özü birbaşa gəlib Xəzəryanı vilayətləri ələ keçirmək istəyirdi. Ondan sonra gedir Osmanlının yanına gedir və bu Osmanlının da yanına gedəndə Osmanlı sultanı bunu qəbul eləyir. 3-cü Əhməd deməli Osmanlı sultanı deyir ki, elə mən də bunu gözləyirdim. Gəl birləşək, Səfəvi dövlətinin hücum edək. Və artıq 3-cü Əhməd də 1-ci Pyotrun Xəzəryanı bölgələri yürüşündən narahat olur və ona görə də Hacı Davudun bu təklifini qəbul edir və Hacı Davudu Şirvan hakimi tanıyır. Şirvanda yarımüstəqil xanlıq kimi tanınır. Və artıq Rusiya, Osmanlı dövlətləri Səfəvi dövlətinə qarşı birləşirlər. Ondan sonra artıq Ruslar başlayır işğalçılıq işləri həyata keçirməyə başlayır. 18-ci əsrin əvvəllərində Rusiya Osmanlı dövləti ilə uğursuz müharibələr aparmaq, yəni ümumiyyətcə Rusların 18-ci əsrdə Pyotrun dövründə isti dənizlərə çıxmaq uğrunda mübarizə başlayır. Bu isti dənizlər haradır? Qaradəniz, sonra Baltik, bir də Xəzər. Bu dənizlərə çıxmaq üstündə mübarizələri başlayır. Birinci gedir, deməli, birinci mübarizə zamanı Qaradənizdə çıxış əldə edə bilmir. Ondan sonra diqqətini Xəzər dənizi üzərinə köçürür
və artıq 1713-cü ildə Hüseynlə, Şah Hüseynlə müqavilə bağlayır. 1713-cü ildə 13 dostluq və ticarət müqaviləsi imzalanır və burada Peterburqa nümayəndə heyəti göndərir və yəni Sultan Peterburqa nümayəndə heyəti göndərir və Şah Sultan Rus çarı da bu təklifi yəni cavab olaraq öz adamı olan Pyotrun elçisi Artemi Volenskini göndərir Səfəvi sarayına. 18-ci əsrdə İsveç müharibəsi var. İsveç, yəni Şimal müharibəsi. İsveçlə müharibə, Şimal müharibəsi. 1700-1721-ci illərdə Rusiya ilə İsveçin arasında Şimal müharibəsi baş verir. Bu müharibə nəticəsində 21-ci ildə müharibə qutarır Rusların qələbəsi ilə. Və artıq yəni Ruslar müharibədə qalib gəlsə də, yəni uzun illərdir 21 ilə yaxın müharibə aparılmışdır və buna görə də onun ordunu gücləndirmək üçün vaxta ehtiyacı var idi. Yəni vaxta ehtiyacı vardı, ona görə də hələ ki gözləməli idi. Və buna görə də 1-ci Pyotr gələcək işlərini, işğallarını əsasən diplomatik yollarla həll etməyə çalışır. Ona görə də Artemi Volenskini göndərir ki, bəlkə sizin görsünüz, Xəzəryanı vilayətləri, həmçinin də Xəzərin öz daxilində Xəzər dənizinin özünün relyefini öyrənsin ki, bir də gəmilərlə gələndə, yəni gəmilərlə gələn zaman yəni yerin altındakı dağlarıdır, düzənlikləridir, hara alçaqdır, hara yüksəkdir, onları bilmək lazımdır ki, gəmiləri yəni narahatlıq gəlməsin, rahat gəlsinlər. Həmçinin də kərvan yollarıdır, otlaqların olub-olmamasıdır, Səfəvi dövlətinin vəziyyəti necədir, qoşunlarının yəni müdafiəsi necədir, onları hamısını öyrənmək lazım idi. Həmçinin Səfəvi ordusunda xristianlarla əlaqə yaratmaq. Yəni lazım olanda onlarla əlaqə yaradıb işğalını daha da asanlaşdırdı. Və 1717-ci ildə İsfahanda Rusiya ilə Səfəvi arasında Rus tacirlərinin mənafeyinə uyğun olan bir müqavilə imzalanır. Deməli, tədbirlər həyata keçirir 1-ci Pyotr Xəzər sahili vilayətlərdə. Dedik, Artem Volenskini göndərdi. Sonra bura bir ekspedisiya göndərir. Həmçində Şirvanda Rus konsulluğu açmağa çalışır. Rus konsulluğu açılmağa çalışır. Sonra yəni Şamaxıda Rus konsulluğu açılması qərarını həyata keçirir. Lakin Hacı Davudun üsyanı bunun planı həyata keçirməsinə mane olur. Və 18-ci əsrin 20-ci illərin əvvəllərində Rusiya Azərbaycanla bağlı işğalçı planlarını həyata keçirib deməli sürətlənir. Bunların səbəbləri nə idi? Birinci, Hacı Davudla artıq 3-cü Əhməd Osmanlı Sultanı dostlar, danışıqlar aparırlar, bundan qorxur. Həmçinin də Şirvanı Osmanlı müharibəsi, Şimali Osmanlı qoşun yeridilməsi bunun üçün təhlükəli idi. Həmçinin də Səfəvi üsyanları vaxtı Rus tacirlərinə ciddi ziyanlar dəyir. Bu da Rusların Səfəvilərə hücum etməsinin bəhanə olur. Və Şirvana qoşun yeridir. Niyə qoşun yeridir? Qoşun yeridir ki, yəni güya ki Səfəvilərin olan, Şirvanda olan üsyanları yatızdırmaq üçün, yəni Səfəvilərə köməyə gəlib. Elə bir bəhanə ilə gəlir bura Səfəvilərə. Ondan sonra Peterburqda Şirvan üsyanına qarşı bura bir Şamaxı ekspedisiyası göndərilir. Ondan sonra artıq Rusiya Bakı yürüş planı hazırlamağa başlayır və 1722-ci ilin martında üsyan qaldıraraq Səfəvi şəhərinə hücum edən Əfqanlar İsfahanı tuturlar. Şah Sultan Hüseyni taxtdan salırlar. İkinci Təhmasib, yəni Sultan Hüseynin oğlu İkinci Təhmasib taxta gəlir. İkinci Təhmasib. O da 1722-dən 2-ci Təhmasib 1730-a qədər. 33.
bu illərdə hakimiyyətdə olmuş olur və bundan sonra Hüseynin dövründə artıq getdikcə ölkənin vəziyyəti daha da pisləşməyə başlayır. Ölkənin vəziyyəti pisləşir. Bir dəqiqə, ikinci Təhmasib 1722-32. Bunlardan artıq birinci Pyotr yürüşə başlamamışdan əvvəl 3 dildə manifest qəbul edir. 1722-ci ildə manifest verir. Manifest nədir? Yəni əhaliyə yazılı müraciətdir. Göndərir ki, bəs biz sizə köməyə gəlirik. Yəni əfqanların da sonra digər üsyanların qarşısını almaq üçün sizə köməyə gəlirik və köməyə gəlmək üçün qeyd olunur və bununla da yəni əsas bunlarda Səfəvi dövlətinin tərkibində olan feodallarda öz var dövlətini itirməmək üçün bu manifesti rəğbətlə qarşılayır və qəbul olunur. Və başlayır Azərbaycan Səfəvi dövlətindən şimaldan başlayır 1-ci Həştərxan yolu ilə 22-ci ilin iyununda. Gəlirlər Həştərxandan, birinci gəlirlər avqust ayının 23-də Dərbəndə. Həştərxandan Dərbəndə. Dərbənddən gəldi. Baxın, belədir də bu. Xəzər sahili vilayətdir. Belə. Dərbənddən gəldi, Dərbənd. Dərbəndə avqustdan tutdu, yəni heç bir müqavimət göstərmir. İmamqulu bəy açarı bir dəfəlik ona verir. Amma necə verir? 1-ci Pyotra qarşı sui-qəsd təşkil olunur, lakin bunu da üstə açılır. Ondan sonra gedirlər Bakıya. Bakıya gedirlər, amma bu uğursuz olur. Bunun da səbəbləri nədir? Deməli, İsveçlə qorxur ki, İsveçlə yeni bir müharibə başlayar. Bir bu yeni təhlükə. Osmanlı dövlətinin etirazlarının olması, baxın Bakı bura. Osmanlı dövlətinin etirazları, həmçinin də Xəzər dənizində güclü tufan olur. Ona görə də onların bütün silah-sursatları dənizdə batır. Ondan sonra Bakıda uğursuz olandan sonra düşürlər Rəşdə. Rəşd tərəfini baxın da burada. Rəşdə düşürlər və buranı işğal eləyəndən 22-ci ilin dekabrında işğal eləyirlər və Osmanlılar tərəfindən bütün Cənubi Qafqazın tutulma təhlükəsi 1-ci Pyotrun Bakını işğal etməyə tələsdirir. Ondan sonra da təzədən qalxır yuxarı bu Rəşdən. Dekabrda Rəşd tutmuşdu, yenidən qayıdır Bakıya iyulda. 23-cü ilin iyulunda. 1723 iyul. 23-ün iyulunda gedir Bakıya və Bakını tutur işğal edəndən sonra artıq bütün Xəzər sahili vilayətlər olur Rusların tərkibində. Və burada özünü idarə etmək üsulu olan komendant idarə üsulu həyata keçirmiş olur. Rusiya 1723-cü ildə sentyabrın 12-sində Peterburqda Səfəvi elçisi İsmail bəyi Peterburq müqaviləsi imzalamağa məcbur edirlər. Amma 2-ci Təhmasib buna razı olmur və Peterburq müqaviləsinin şərtini imtina edir. Yəni qəbul edilmir, təsdiqləmir. 23-cü ildə Peterburq müqaviləsinin şərtləri nədir? Peterburq müqaviləsinin şərtləri nədir? Deməli, Peterburq müqaviləsinə görə deyilir ki, bütün o Xəzəryanı vilayətlərdə tutduğu ərazilər var. Dərbənd, Bakı, Rəşd. Bu əraziləri Mazandaran, Astrabaddır. Bunları Rusiyanın aid olmasını təsdiqləyir. Həmçinin də bunun da qarşılığında Səfəvilərə qarşı olan əfqanların üsyanına da yatıldıracağına kömək edir. Bu da olur Peterburq müqaviləsinin şərti. Sonra Azərbaycanda Osmanlılar da Azərbaycan ərazilərini hücuma başlayırlar və Azərbaycana Rusiyaya qarşı mübarizə meydanı kimi baxırdı. Bu ərazilərə Xəzər dənizinə qədər gəlib çatmışdı. Həmçinin də Azərbaycana keçən ticarət yollarını da ələ keçirməyə cəhd göstərirdi. Və artıq bunlar da hər iki dövlət arasında narazılıqları artırır. Bunlardan da İngiltərə və Fransa Osmanlı dövlətinə təzyiq göstərərək Rusiyaya müharibə aparmağa təşviq edirlər və Cənubi Qafqazın digər ərazilərində Rusların əlinə keçməsini istəmirdilər.
Və Ruslarda da dediyimiz kimi yeni İsveçlə Şimal müharibəsini bitirib, ona görə də Ruslar da istəyirdi ki, müharibə olmamış diplomatik yollarla Osmanlı ilə müharibəsini bağlasın. Ona görə də deməli baxın, Peterburq müqaviləsi Səfəvi Rus arasında bağlanır. Dedi ki, ikinci Təhmasib bunu qəbul eləmir. Və 1724-cü ildə İstanbul müqaviləsi bağlanır. Bu Osmanlı-Rus arasındadır. Bunlara diqqət edin. Osmanlı-Rus arasındadır. Və müqavilənin şərtlərinə əsasən nə deyilir? Xəzərboyu əyalətlər Rusiyanın tərkibində qaldı və Osmanlı dövləti bu ərazilərin Rusiyada qalmasını təsdiqləyir. Qalan bütün Azərbaycan torpaqları Rusların Osmanlıların əlinə keçir. Şirvanda Osmanlı himayəsi altında yarımüstəqil xanlıq yaradılır. Hacı Davud da buranın xanı hesab olunur, təyin olunur. Amma Osmanlılar burada qüvvə saxlaya ixtiyarı yox idi. Bunun da səbəbi nə idi? Xəzər sahili vilayətlərlə Osmanlının arasında bir dənə bu Şirvan ərazisi var. Şirvan var. Və Ruslar da qorxurdu ki, Şirvanında olsa qonşu olur da bu ərazilərlə. Yəni ondan narahat olur, ona görə qoymur. Ondan sonra artıq yenidən işğallara başlayırlar. İstanbul müqaviləsindən artıq Azərbaycanı belə böldülər. Və 1724-cü ildə yeni ərazilərə İrəvan, Ordubad, Salmas, Xoy, Naxçıvan, Mərəndə tuturlar. Təbrizdə tutmuş Təbrizə hücum eləsələr də Təbrizi Osmanlılar ala bilmirlər. Amma 24-cü ildə hücum edib ala bilməsə də 25-ci ildə 1725-ci ildə Təbrizi alır. Ondan sonra Gəncəni də tutur. 25-ci ildən sonra 1725-ci ilin sonlarında İstanbul müqaviləsinə görə Osmanlıların işğal zonası hesab olunmayan, yəni Osmanlılara aid olmayan Ərdəbil ərazisi də Osmanlılar tutmuş olur 25-ci ilin sonlarında. Və 1725-ci ildə artıq Azərbaycanda böyük bir hissəsi Osmanlıların ərazisində, Xəzər sahili vilayətlərdə Rusların ərazisinin əlinə keçmiş olur. 1727-ci ilin dekabrında Şamaxıda Nabur kəndində Rusiya ilə Osmanlı arasında sərhədləri müəyyən edən bir dənə də müqavilə bağlanır. Bu da olur Nabur sülhü. Ruslarla, yəni Ruslar Xəzər sahili vilayətlərdə, Osmanlı isə Azərbaycan ərazisində, digər Azərbaycan ərazilərində öz idarə üsullarını həyata keçirirlər. Rusların idarə etdiyi sistemə komendant idarə üsulu, idarə üsulu həyata keçirirlər və burada Ruslar öz siyasətlərini, yəni neftlərlə bağlı, neft quyularının sənədləri haqqında reyestr imzalayırlar. Sonra bu ərazilərdə balıqçılığı əsasən Xəzər sahil vilayətlərdə Kür çayında gəmiçilik və balıqçılığın inkişaf etdirilməsi üçün tədbirlər hazırlayır. Həmçində Peterburq kimi şəhər bir saldırmağı istəyir Ruslar. Ən böyük problemlərdən biri də 1724-cü ildə ermənilərin yeni torpaq əldə etmək üstündə bir dənə fərman imzalayırlar. 1724-cü ildə sənəd imzalanır. Burada deyilir ki, Rusların tutduğu Xəzər sahili vilayətlərdə ermənilərin köçürülməsi haqqında qərar qəbul edirlər və bununla da nə etmək istəyirdi Ruslar? Xəzər sahili vilayətlərdə sosial darlıq yaratmaq üçün, həmçində Azərbaycan arasında xristian əhalinin sayını artırmaq, həmçində ermənilər tərəfindən özlərini müdafiə etmək istəyirlər. Yəni müttəfiq qazanmaq istəyirlər, belə deyək. Və Azərbaycan ərazisi, yəni çox xama baxımından çox əlverişli ərazilər idi və ona görə də bu ərazilər Ruslar üçün böyük bir əhəmiyyətə malik idi. 1725-ci ildə Pyotr ölür və bundan sonra artıq Azərbaycan torpaqlarını əllərində saxlaya bilməyəcəklər. Bu haqqında da indi danışarıq. Osmanlı ərazilərində də sancaqlara, vilayətlərə, mahallara bölünürdü inzibati baxımından. Sonra yarımüstəqil dedik, Şirvanda yarımüstəqil xanlıq yaradılmışdı. Onun da başçısı Şirvan, Hacı Davud hesab olunurdu. Və amma Hacı Davud bundan sonra qovulur. Onun da səbəbi nədir? Artıq Hacı Davud özünü səlahiyyətlərini aşır, öz başınalıqlar həyat edir. Ona görə də
Hacı Davudla Surxay arasında ziddiyyətlər onun buradan çıxmasına gətirib çıxardır. Hacı Davud da gedəndən sonra Surxay xan gətirib buranın başçısı təyin olunur. Bu ərazilərdə deməli ki, Qazakomluqlu Surxay xan da bu ərazilərdən seçilir. Və ölkədə üsyanlar, bir də Osmanlı dövlətində əhalinin siyahıya alınması həyata keçirilmiş olur. Həmçində Rusların və Səfəvilərin özlərinə aid ölçü çəki pul sistemləri də həyata keçirilmişdir. Rusların və Osmanlıların tərkibində olanda ölkədə üsyanlar da baş verir. Lakin bu üsyanlar o qədər də böyük olmurdu. Əsasən də pasif şəkildə üsyanlar həyata keçirilirdi. Üsyanlar necə olurdu? Əsasən də vergiləri verməməklə və öz yaşadıkları yerləri tərk etməklə belə bir etirazlar həyata keçirirdilər. Amma 1724-cü ildə Salyanda üsyan baş verir Rusların əleyhinə və Qarabağda da Osmanlı əleyhinə də 1727-ci ildə üsyan baş vermiş olur. Artıq Səfəvi torpaqlarının bərpasından danışaq. Necə? İkinci Təhmasib 1726-cı ildə qoşun başçısına Əfşarlardan olan Nadir xanı qoşun başçısı təyin eləyir və Əfqan tayfalarının, özbəklərin hücumlarının qarşısı alması üçün Xorasanda sərhədləri göndərmişlər bunları. Sonra hərbi istedadı çox güclü olmuşdur. Sonra Əfqanları qovur və Heratın tutulması Nadir xanın nüfuzunu getdikcə artırmağa başlayır və onun əsas vəzifəsi Azərbaycan torpaqlarını yenidən bərpa etməkdir. Və başlayır bunun üçün işlər görməyə. 1730-cu ildə 30-cu ildən başlayaraq artıq hərbi əməliyyatlara başlayır. Nadir xan Həmədanı, Kirmanşahı, ondan sonra əsas yerlər Təbrizi, oradan da gedir Ərdəbilə. Deməli, Həmədan, Kirmanşahı tutandan sonra Təbrizdən də Ərdəbilə tutur və Xorasanda Əfqanların üsyanı baş verir. Bir dənə bundan da deyim. Deməli, artıq Nadir xanın getdikcə nüfuzu artmağa başlayırdı. Yəni, artıq Təbrizdə, Ərdəbildə böyük şəhərləri ələ keçirib və artıq ikinci Təhmasib bunun belə nüfuzunun artmasından qorxur. Və dediyimiz kimi Xorasanda üsyan baş verir. İkinci Təhmasib deyir ki, mən Nadiri göndərim orada Xorasanın üsyanı yatızdırmağa, mən də Səfəvinin daxilində özümü, yəni artıq az ərazi qaldı, onları da özüm ələ keçirərəm, öz nüfuzumu təzədən bərpa eləyərəm. Bu adla Nadiri göndərir Xorasanda üsyanı yatızdırmağa. Nadir Xorasana gedən kimi İrəvanda və Həmədan yaxınlığında Osmanlı ilə aparılan müharibədə 1731-ci ildə aparılan müharibədə məğlub oldu. 1731-də məğlub oldu. Osmanlılar o Nadirin tutduğu ərazilər vardı. Təbrizli, Ərdəbildi, Həmədan, Kirmanşah. Onları Osmanlılar təzədən ələ keçirir. Yəni Nadirin tutduğu ərazilərdə də təzədən itirir. Və çətin vəziyyətə düşən ikinci Təhmasib Osmanlılarla məcbur qalır Kirmanşah müqaviləsini imzalasın. Nə vaxt? 1732-ci ildə Kirmanşah müqaviləsi imzalayır yanvarın 16-sında. Şərtdə deyir ki, Araz çayına şimaldakı torpaqlar Osmanlı dövlətinə verilsin. Həmin o Nadirin tutduğu ərazilər var. Həmədan, Kirmanşah, Təbriz, Ərdəbil. Bunlar təzədən Səfəvi dövlətinə qaytarılsın və Araz çayı sərhəd olsun. Bu da olur Kirmanşah müqaviləsinin şərtləri. Və 1730-cu ildə Osmanlılar üzərində qələbədən sonra Nadir xan Ruslardan Azərbaycan torpaqlarını başlayır yəni torpaqlardan azad eləməyə. Həmin vaxt Rusiya ilə Səfəvi arasında Osmanlılara qarşı birgə mübarizə aparmaq üstündə söhbətlər gedirdi. Və ona görə də 1732-ci ilin bu yanvarın 16-sı idi. Yanvarın 5 gün sonra, yanvarın 21-də Rəşd sülhü imzalanır Ruslarla Səfəvilərin. Yanvarın 21-də Rəşd sülhü imzalanır. Kirmanşah Osmanlı Səfəvidir, Rəşd Rus Səfəvidir.
Bu da belə. Reş müqaviləsində 8 maddədən ibarətdir və şərtləri nədir? Rus dövləti Kürdən cənubdakı torpaqları Səfəvi dövlətinə qaytarılır. Həmçində Səfəvi dövlətində yenidən o gömrük rüsumlarının bərpası haqqında gömrük ticarət əldə etməyə çalışır. Səfəvi ilə ruslar arasında dost olacağını qeyd edirlər. Osmanlıları Səfəvilər imkan verməyəcək ki, o Xəzəryanı vilayətlərə gəlsin. Həmçində ruslar gömrüksüz olaraq Hindistana gedib gələ bilərdilər. Bu da bunun şərti olur. İndi bu nədir? Nadir Xorasandan qaydanda görür ki, tutduğu əraziləri, yəni ələ keçirdiyi əraziləri bu itirib. İkinci Təhmasib bitirir. Ona görə də 32-ci ilin avqustunda bir iclas keçirilir. İclasa əsasən ikinci Təhmasibi hakimiyyətdən qovurlar və onun yerinə onun oğlu 3-cü Abbası hakimiyyətə gətirirlər. 3-cü Abbas da hakimiyyətə getirendə o, yəni müəyyən mənbələrdə 3, 5, 8, indi kitabımızda 8 aylıq yazıb. 8 aylıq olanda hakimiyyətə gəlib və o da Təhmasib Nadir xan da onun, yəni naibi və vəkili təyin olunur. Dövləti 3-cü Abbasın adından dövləti idarə edir. Yəni demək olar ki, Nadir xan dövləti özü idarə etməyə başlayır və Kirmanşah müqaviləsini ləğv edir. Bundan sonra 23-cü ildə Osmanlılarla tutduğu Səfəvi torpaqlarını geri qaytarmağı tələb edir. Sultanın rədd cavabı iki dövlət arasında mübahisələrə səbəb olur. 32-ci ilin sonlarında Həmədan və Kirmanşahı azad edir. Bağdad ətrafında qalib gəlir və Bağdad sülhü də imzalanmış olur 1733-cü ildə. Bağdad sülhü bağlanır. Yəni amma tam Rusları Osmanlıları çıxartmayıb, yəni Osmanlıların tam çıxarılmasını birazdan danışacağıq. 34-cü ildə Şamaxını ələ keçirir, buranı tutur. Sonra Surxay xanın hakimiyyətini tanıdığı və Osmanlılara kömək etmək üçün Şamaxını ələ keçirən Nadir şəhərin dağılmasını, əhalinin isə Ağsu çayına köçürülməsini həyata keçirir. Yəni Ağsu şəhəri dağılmışdı, onun əvəzində bir dənə də Ağsu şəhəri, Şamaxı şəhəri dağılmışdı, onun da yerinə bu şəhər həyata keçirilir. Deməli, Osmanlıların dayağı olan Gəncə şəhərində ələ keçirir. Gəncəni, Şamaxını ələ keçirir. Sonra Nadirin tələblərinə nəzərə 1735-ci ilin 1735 martın 21-də Gəncə müqaviləsi imzalanır. Ruslarla Səfəvilər arasında. Rus-Səfəv arasında müqavilənin şərtlərinə görə 10 il ərzində Rusların ələ keçirdiyi bütün torpaqları geri qaytarmalı idi. Sonra Terikdən cənubdakı bütün Azərbaycan torpaqları geri qaytarır, amma o gömrükli ticarət hüququ hələ də saxlanılırdı. 1735-ci ildə İrəvan bölgəsində Üçməndiz döyüşü baş verir və bunun nəticəsində də Osmanlılar bütün Azərbaycan torpaqlarından çıxarılır və artıq demək olar ki, bütün Səfəvi torpaqlarını bərpa etmiş olur. Hansı müqavilədən? Ruslarla Gəncə müqaviləsini bağlayır. Ruslarla Gəncə, Osmanlılarla da 3 kilsə döyüşündə müqavilə bağlanmış olur və bununla da bütün Azərbaycan torpaqlarından Rusların çıxarılması həyata keçirilir. Artıq bundan sonra Nadir Şah Əfşar imperiyasından danışarıq. Dərsimiz bura qədər. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı unutmayın. Hələlik sağ olun.